Şuşadakı Realnı məktəbi tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı. Mükəmməl fizika kabinəsi, böyük kitabxanası vardı. Direktoru və bütün müəllimləri rus idi. Yalnız fransızca Əhməd bəy Ağayeva, Almancada bir erməni müəlliminə verilmişdi. Erməninin olması təbii idi, çünki onların orta məktəbdə dərs deməyə ixtiyarı vardı. Amma bu haqdan türklər məhrum idi. Deməli, Əhməd bəyin müəllim olması təsadüfi bir iş idi. Elmi ilahi dərsini həkim Mirzə Sadıq və hazırlıqda türkcəni Haşim bəy verirdi. Məktəbdə 3-400 erməniyə müqabil yalnız 30-a qədər türk tələbəsi vardı. Xalq çocuklarını rusca öyrədib məktəbə verməyə hələ alışmamışdı. Ancaq get-gedə türkün sayı aşağı siniflərdə artmağa başlayırdı. Çünki türk burjuaziyası qüvvətlənir, onu dədəbaba baqqallıq və bəzzazlıq artıq qane etmirdi. Türk tacirləri malı erməni topçularından deyil, bilavasitə Moskvadan almağa başlamışdı. Onlar elmə praktiki olaraq yanaşırdılar. Çox pul qazanıb rəqabətdə müvəffəq olmaq üçün rusca bilmək və elmli olmaq lazım idi. Odur ki, balalarının hazırlığı üçün çox pul xərcləyirdilər. Bir çoxları uşaqlarını leyli olaraq, yəni gecəli gündüzlü rus ailələrinə verirdilər. Qəribə burasıdır ki, ruhanilər minbərlərdən şapkaya qarşı küfür yağdırdıqları halda çocuklarını Realnı məktəbinə göndərməkdən çəkinmirdilər. Zaten ruhanilərin xalq arasında nüfuzu sarsılmaqda idi. İrəlilər şəhər əhalisi üsuli və şeyxi deyə iki təriqətə bölünmüşdü. Yuxarı Gövhər Ağa məscidi şeyxilərin, aşağısı da üsulilərin inhisarında idi. Bütün başmaqçı bazarı, hamballar və başqa əsnaf şeyxiliyə, tacirlərin bir qismi, az-çox oxumuşlar və bəylər üsulilərə mənsub idi. Aralarındakı mübahisəli məsələlər qəribə idi. Şeyxilər deyirdilər ki, əşya mükəlləfdir. Yəni, bütün yaradılmış şeylərə dinin qəbulu təklif olunmuşdur. Məsələn, sərçə qəbul etməmiş və ziyankarlığa başlayaraq İbrahim Peyğəmbəri oda atanda dimdiyində çöp gətirib ocağa tökmüş, qarpız, badımcan, xiyar dini qəbul etmiş ya etməmiş, ancaq etmələri vacib imiş. Üsulilər bu nəzəriyyəni inkar edirdilər. Şeyxilər kişmişin bütöv olaraq xörəyə qatılmasını haram bilirdilər. Çünki kişmiş bişdikdə içində dönüklük əmələ gəlib çaxır ola bilərdi. Haramzada üsulilər bunu da inkar edirdilər. Əhalini belə mühüm məsələlər məşğul edər və səhərdən axşama qədər bazarda, bilxassa dəllək dükanlarında, xeyir-şər məclislərində əşya mükəlləfdir, mükəlləf deyil deyə cəmaət bir-biri ilə deyişərdi. Mirzə Cı İrandan döndükdən sonra bu da Şuşaya kərimxanəlik gətirdi. Şəhərin 17 məscidinin birinə də bu çəkilib başına mürid toplamağa çalışdı. Bunun Xorasandan gətirdiyi ideyaya görə papiros tüstüsü orucu batil eləməzmiş. Cəmaatın bir qismi də günün günorta çağı bazardan sivişib ayaq yollarında xəlvətcə papiros çəkməyə başlardı. Bu oyunlar artıq keçmirdi. 20-ci əsrin gəlişi özü ilə də bir yeni hava gətirmişdi. Bu hava xalqı ayıltmaqda idi. Ziyalılar məclislərə yeni mövzular atırdı. Türk xalqının geridə qalmasının səbəbləri aranırdı. Mollalara hücum etməkdən çəkinmirdilər. Molla da bazarın başqa bazar olduğunu duyaraq yeni müştərini razı etməyə meyil göstərirdi. Artıq üsuli şeyxi məsələsi belə danışılmaz oldu. Kütlənin özündə kimsənin rəhbərliyi olmadan bu məsələlərə qarşı bir nifrət oyanmışdı. Məsələn, bayramlarda Rus əskərlərinə qarışmış tatar soldatları məscidə namaza gələrdilər. Bunları hörmətlə qarşılar və evlərə qonaq aparardılar. Məktəblərin hamısında olduğu kimi bizim məktəbdə də elmi ilahi dərsi gülünc vəziyyətdə idi. Həkim Mirzə Sadıqın ədəbi fəaliyyəti haqqında Riyazül Aşiqinə baxmalı müəllifdən. Dərs deməzdi. Olsa görkəm üçün Əl-Həmin tərcüməsini söylərdi. Bu adam çox kamil və volteri bir adam idi. İstehzalı danışığı zəhər salardı.
elmi ilahidən çox bizim təhsilimizlə maraqlanırdı. Sulus nömrələrimizi tələb edib baxar və pis nömrəsi olanı məzəmmət edərdi. Çox da obrazlı danışardı. Naxçıvan xanlarından birisi bizimlə oxurdu. Onun nömrəsinə baxıb məmnun olmadı. Xan, dedi. Sizə tapşırıblar ki, ildə 4 girvənkə 40 buğum yığasınız. 40 buğum aşa tökülən bir bitki. Özü də səni 40 buğum dalınca Naxçıvandan Qarabağa göndərmişlər. Hamı yığıb, amma sənin dəsmalın boşdur. Naxçıvana dönəndə xəcalət çəkməyəcəksənmi? Yakuş adlı bir tələbənin qız dalınca qoşduğunu sevməzdi. Bir gün dərsdə demiş. Ya ərəbcə ey deməkdir. Quş da ki quşdur. İndi də görüm, ey quş, sən hansı yuvanın quşusan? Bir gün yenə xalqın cəhalətinə darılaraq demiş. Bizdə hər şey baş ayaqdır. Papaq, pa farsça ayaq deməkdir. Ayaqqabı deməkdir. Başmaq, başqabı deməkdir. Bir xalq ki, ayaqqabını başına, başqabını da ayağına geyə, onun işi həmişə baş ayaq olar. Mirzə Sadıqla Əhməd bəy Ağayev bir məclisdə olduqda orada zəka hakimiyyəti duyulurdu. Heç bir mövhum fikirlərə yer qalmırdı. Cəmaət Əhməd bəyin Fransada təhsil aldığını bilirdi. Ona Firəng Əhməd bəy deyərdilər. İslam və Türk tarixinə hər kəsdən artıq vaqif idi. Məclisdə danışanda heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy də sərt və əsəbi bir adamdı. Bilxassa bəylərin qudurğanlıqlarına dözə bilməzdi. Onlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı. Həmişə də tapancasını hazırda saxlardı. Bəylər də ona qarşı intriqalar çevirərdilər. Bir gün onu təhqir etmək üçün klubdan şapkasını və paltosunu uğurlatmışdılar. Evinə başı açıq dönməyə məcbur olmuşdu. 1896-cı ildə Əhməd bəy Şuşada Türk hissəsində birinci olaraq qiraətxana və kitabxana təşkil etdi. O bir il Bakıya getdikdə bu müəssisə qapandı. O zaman ziyalının nüfuzu olduqca artmışdı. Xaricdə və Rusiyada təhsilini bitirib geri dönmüşləri bütün şəhər ziyarət edərdi. 3-4 gün davam edən bu görüşdə təhsildən gələn adama bir çox suallar verərdilər. Elm və fənnin müvəffəqiyyətləri ilə olduqca maraqlanardılar. Realnı məktəbi bitirənlərin şərəfinə ziyafət vermək də ənənəvi bir şəkil almışdı. Ziyalıların nüfuzuna baxmayaraq, hələ xalqın geniş kütləsi qaranlıqda çırpınırdı. Bilxassa, qadına qarşı olan zülmün həddi, hüdudu yox idi. Qadın çarşabda, qadın tərbiyə və təhsildən məhrum, qadını görmədiyi adama ərə verirlər, qadını götürüb qaçırlar. Qadına qarşı nə zorbalıqlar yapılmışdı. Qızın olduğu qara donunu gey məsələsi səbəbsiz olaraq meydana çıxmamışdı. Qızı olan ailənin min bir əndişəsi vardı. Bizim ailə də bu əndişəlilərin ən əndişəlisi idi. Çünki evdə 3 bacım vardı. Böyük bacım Aşqabada köçmüşdü. Lakin evdəki qaynata və başqaları ilə yola gedə bilməyib arabir acıq eləyib üstümüzə gəlirdi. Ondan kiçiyi yetişmiş, qapını elçilər kəsdirmişdi. Hər kəsdən də çox bir sərsəri israr edirdi. Bizi evimizə basqın yapmaqla hədələyirdilər. Evimiz mühasirə vəziyyətini almışdı. Darvaza qıfıllanıb. Növbə ilə qaravul çəkilir. Anam gecə sabaha qədər yatmayıb əlində tapanca ilə evi güdür. Bəzən qızı çarşava bürüyüb babamgilə göndəririk. Bir neçə gün rahat yatırdıq. Sonra cəsusluq edən məşşatələr qızın yerini bilib xəbər verir. Bir də eşidirik ki, babamın evinə hücum olur. Qızı təkrar bizə göndərirlər. Camaxatana yataq yığmaq üçün divar dolabı qoyub bağlayırıq. Cürbəcür bəhanə ilə evimizə gələn qadınlara evi göstəririk və qızın burada olmadığını sezdiyirik. Bir gecə darvazanın önündə gürültü eşidildi. Hasardan aşıb həyətə düşmək istəyirmişlər. Anam tapancanı götürüb getdi.
Biz də qorxa-qorxa arxasına düzüldük. Darvazanın çatlağından baxırdıq. Dışarıda bir dəstə sərsəri durmuş. Anam bağıraraq, "Hünəriniz var, gəlin, hamınızı qıracağam." Ansızın eşidilən bu qadın səsindən hər kəs qorxuya düşüb dağıldı. Bu vəziyyət bir ay davam etdikdən sonra sərsərilərin başqa bir ev basıb qız apardıqlarını eşidib sakit olduq. Sonra bacım başqasına ərə getdi. Ondan kiçiyini isə götürüb qaçdılar. Bu sahədə dəhşətlər olurdu. Qaçırılan qızlara zorluqla təcavüz olunduqdan sonra qız polis qarşısında öz razılığı ilə gəldiyini söyləməyə məcbur olurdu. Bəzən qızlar bütün hədələrə və zorbalıqlara baxmayaraq axıra qədər mübarizə edirdi. Birisini qaçırdılar, razılıq göstərmədi və oğlanı yaxın buraxmadığı üçün 3 ay kəndlərdə və dağlarda dolaşırdılar. Nəhayət bir bəy evinə gətirib nökərlərin vasitəsilə əl-ayağını bağlayıb oğlanı yanına buraxdılar. Buna baxmayaraq qız yenə razılıq verməyib atası evinə dönmüşdü. Camaat arasında kök salmış fəna adətlərdən biri də Aşura büsatı idi. Bu həngamə neçə əsr əvvəl İran tarixində təsadüf edilən şəbihgərdanlıq şəkildə qalsaydı etiraz edilməzdi. Çünki Orta əsr Avropa misteriyası kimi bu da bir xalq teatrı, xalq tamaşası idi. Hayıf ki, bu tamaşa vəhşi bir şəkil almışdı. Şəbihlə bərabər başyarma, ağ köynək, ələmdar, bədənə zəncir və daş vurmaqla özünə əziyyət vermək də ifrata varmışdı. Şəbihgərdanlıq tam mənasıyla xalq teatrı idi. Xalq geniş meydanda toplanır, ortada xeymə, çadır, yəni alaçıq qurulur. Tarixi libas geymiş şəbihlər gəlib hər kəs öz rolunu əlindəki kağıza baxaraq söyləyirdi. Tamaşanın can nöqtəsi Hüseynin məğlub olması, arvad uşağın əsir getməsi, çocukların su istəyərək mələşməsi olardı. Bu əsnada xeyməyə od vurulardı. Ərəb şəbihləri başlarına saman sovuraraq yanan xeymənin ətrafına fırlanardılar. Faytonda firəng səfiri gələrdi. Taxtda əyləşmiş Yezidi çiyinlərində gəzdirərdilər. Bu tarixi vəqənin təmsili ilə bərabər bir də vəqəyə qarşı olan əlaqə göstərilərdi. Vəhşi cəhətdə burada idi. Əyinlərinə ağ kəfən geymiş kişilər geniş dairə təşkil edərək xəncər və gorda ilə başlarını yarıb qanlarını kəfənə axıdardılar. Arxası açıq qara don geyinmiş gənclər zəncir qamçılarla arxalarına vurardılar. Dərilərinə ox, dairəvi cib güzgüsü, qıfıl, xəncər, kotan dəmiri sancılmış ələmdarlar zorla nəfəs ala-ala yürüyərdilər. Açıq sinələrə əl və bəzən iri daşla vurulardı. Qan coşduran zikirlər söylənərdi. Ağ köynək, ələmdar, zəncir və sinə vuran dəstələri gördükdə insanı dəhşət qaplayardı. Bu vəhşi adəti aradan qaldırmaq üçün etirazlar başlanmışdı. Tələbələrin iştirakı yasaq olmuşdu. Məclislərdə ehtiyatla da olsa tənqid meydan alırdı. Bu sahədə ən təsirli söz maarifçilər arasında böyük nüfuz qazanmış Şeyx Hüseynin idi. Bu adamın çox maraqlı tarixçəsi vardı. Şəhərin məşhur igidlərindən olaraq əsl adı Kərbəlayı Dadaş imiş. Bir cinayət işləyib İrana qaçıb və orada dəruni böhranlar duyaraq tutduğu işlərdən peşman olub təhsilə gedir. Neçə il keçmiş Şeyx Hüseyn adı qəbul edərək şəhərə dönmüşdü. Aşağı məscidin bir hücrəsində oturub pəhriskar bir həyat sürür və başına toplanan gənclərə mədəniyyət fikirləri aşılayırdı. Gənclik arasında böyük nüfuzu vardı. Şeyx Hüseyn Aşura büsatının əleyhinə açıqdan açığa çıxan ilk molla idi. Həyat yolu ilə gedib, ailəmiz də öz işi ilə məşğul idi. Ancaq evimiz artıq vecdən çıxmışdı. Zavallı anam ora-burasını yamamaqdan, sulamaqdan yorulmuşdu. Taxtapuş çürümüş, aylarca göydən süzələnən yağmura müqavimət göstərə bilmirdi. Yağış yağanda palazlar yığılır, hər yerə qab-qacaq düzülürdü. Dam, dam, dam. Damcı aramla başlayır, sonra cim, cim, cim süzülür.
Ay uşaq kasa qoy. Cır. Qoyma. Töküldülər. Ləyən hanı? Zəhrimara qalsın. Oradan da damır. Tez ol cin qazanı gətir. Dam, dam, cır. Dim, dim, dim damcılar axır. Qəfəxanada ehram şəklində bir-birinin üzərinə düzülmüş qazanlar, dolabdan mis kasalar, piyalalar, nimçələr çıxır. Otaq miskər dükanı şəkli alır. Biz də paltarımızı toplayıb künclərə sığınırıq. Bizim üçün böyük əyləncə təşkil edən bu mənzərə anam üçün faciə idi. Gözləri yaşararaq şikayətlənir. Kişi varı olan zaman bu günü yadına salmadı. Demədi dost var, düşmən var. Gündə bir qonaqlıq, oxuyan çalan. Yedi içdi məni bu günlərə qoydu. Yerdə qalanı da baylara verdi. Anam deyinir, ağlayır, damcıların önünü almaq üçün yeni qablar düzür. Biz də deyib gülürdük. Damcıların səsindən mahnılar buyurduq. Yeni ev tikdirmək lazım. Düşünüb daşındıq. Məsələni atama da anladırıq. O razıdır, ancaq pul yoxdur. Borc alarıq. Ağır sələmlərə dözərik. Ancaq ev olsun. Qaçan Hacı Məmməd çağırılır. Bu adam hər sahədə mütəxəssisdir. Aşırı tamaşasına rəhbərlik edir. Şifahi də olsa ev planı çəkər. Ediləcək məsarifini təyin edər. Hacı Məmməd əlinə uzun ağac götürüb, ölçüb biçib hesabladı. Planı hazır idi. Bir kəllayı, bir də 11 arşın uzunluqda bir xeyir-şər otağı, kəllayının qavağı artırma, altda da zirzəmi. Vəssalam, 600 manat pul lazımdır. Hacı gedir, ailə üzvləri oturub götür-qoy eləyir. Nə olur olsun ev lazımdır. Zəngin bir yolumuz vardı. Ona müraciət edirik, vermir. Amma onun vəsatəti ilə, yəni vasitəçiliyi ilə bir ayrı tacirdən böyük sələmlə pul alırıq. Bibioğlu'nun bu siyasətini yalnız tacirlər anlaya bilər. O öz doğma dayısından sələm almağı özünə güvara bilmir. Sələmsiz də pul vermək tacirlərdə dəb deyil. Nəysə, ev tikilib qurtarılır, içinə daşınırıq, ancaq qapılarına, tavanına, döşəməsinə pul çatmamışdır. Evə qaravul çəkməyə başlayırıq. Zavallı anam gecə sabaha qədər çırağın dibində oturub papiros dalınca çəkir. Oğrular da qonşu evdən keçib damın üstündə dolaşır, aşağı enməyə maqam gözləyir. Ayağının tappıltısını eşidirik, torpaq tökülür. Bir də damdan bir dəlik açılır. Oğru evi yoxlayır. Qorxudan yorğanın içinə çəkilib əsirəm. Anam başını tavana tərəf çevirib tapancanı yuxarı qaldırır. Arvad xeylaxına sataşmaqdan utanmırsanmı? Sən kişisənsə aşağı en deyir. Anamın mətanətli səsi bir an otaqda cingildəyir. Yenə ayaq tappıltısı gəlir. Oğlunun qonşu evə tərəf getdiyini duyuruq. Utandı mı, qorxdu mu, kim bilir. Oğlu getdi, amma qorxusu canımızdan çıxmır. Sabaha qədər qata bilmirik. Atam aranda yanırdı. İndi yayları belə gələ bilmirdi. Necə də gələrdi. Evin qapı pəncərəsi qayrılmalı idi. Tacirin sələmi vaxtında ödənməli idi. 6 baş külfət saxlanmalı idi. Zavallı kişi 5 il bu borcun altından çıxa bilmədi. Sələm üstündən gəlirdi. 600 manat əvəzinə 1500 manat verib bir təhər borcdan üzüldü. Evimizin qarşısında sallaxana quzulayıb uçmuşdu. Onun yerini həyətə qatdıq. Gözəl bir bağça saldıq. Şuşada gülbazlıq çox dəb idi. Məndə də gülçülüyə həvəs oyanmışdı. Rusiyadan toxum gətirib əkərdim. Sallaxananın münbit torpağında nələr bitməzdi. İndi məni məktəbdən başqa heç yerə buraxmazdılar. Şəhərdə əxlaqsızlıq olduğu üçün oğlanları da qızlar kimi güdmək lazım gəlirdi. Qışı otaqda, yazı bağçada keçirərdim. Xoş havalarda artırmanın başqa hüsnü vardı. Küçədə, evimizin qarşısında, quyuluqda gözəl şərqilər söylənərdi, saz və qarmon çalınardı. Nə oxuyanlar vardı. Axşam şağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı və şikəstə oxuyurdular ki, adamın gözləri yaşarırdı. Vaqif və Zakirin vətəni olan bu şəhərə təbiət şeir, musiqi və şərqi ilhamı bağışlamışdı.
Qafqazın bütün adlı sanlı türk xanəndə və sazəndələrini bu şəhər yetirərdi. Məşədi Üsi, Hacı Hüsü, Qaryağdı oğlu Cabbar, Əbdülbağı Seyid, İslam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar Şuşada yetişmişdir. Oxumaq və çalmaq cəhətində bu ustaların böyük xidmətləri olmuşdur. 5 simli tara 6 simdə artırıb bugünkü şəklə salan Sadıqcan olmuşdur. Bu adam tarı pərdəniz və mükəmməl çalardı.